otağın künclərindəki gümüş şamdanlarda yanan şamlar titrəyir, sanki divarlardakı qədim naxışlar bu gecə pıçıldaşan kölgələrin sirrini saxlamağa çalışır. Şeyx Heydər qarşısında açılmış köhnə bir xəritəyə və onun üzərində duran qırmızı möhürlə möhürlənmiş naməyə baxır. Bu namə uzaqdan, İstanbuldan, Osmanlı Sultanı II. Bayeziddən gəlib. Adam, Şirvanşahlar şimaldakı xristiyanları belə üzərimizə qaldırmaqdan çəkinmir. Qohum olduğumuz Ağqoyunluları da həmçinin bizə qarşı ittifaqa vadar edirlər. O zaman bizim də quracağımız yeni ulu dövlət üçün yeni güclü müttəfiq axtarmaq haqqımızdır. Birinci hissə Osmanlı naməsi və Nurun ittifaqı. Şeyx Heydər masanın arxasında əyləşib. Onun başında 12 dilimli qırmızı çalma parıldayır. Hər bir dilimi bir imamın eşqini, hər rəngi isə tökülən qanların müqəddəsliyini simvolizə edir. Onun yanında sadiq dostu, silahdaşı, sağ əli Hüseyin bəy Şamlı dayanıb. Bax Hüseyin elə. Sultan Bayezid mənə namə göndərib. Atası Fatih Sultan Məhəmmədin vaxtındakı o soyuqluq artıq arxada qaldı. Bayezid məni Nurun və Türkün dirçəlişi kimi salamlayır. O Ağqoyunlu taxtında oturan Yaqubun hərəkətlərindən, Ağqoyunlu sərkərdələrinin bölgədə güclənməyindən narahatdır. Mürşidim, Osmanlı Sultanının bu diqqəti bizim üçün böyük gücdür. Lakin onların da niyyəti bəllidir. Onlar şərq sərhədlərində güclü bir müttəfiq axtarırlar ki, Ağqoyunluları iki tərəfdən sıxsınlar. Mənə elə bir müttəfiq lazımdır ki, qəlbimdəki o nuru görsün. Hüseyin Lələ. Sultan Bayezid mənimlə gizli görüşmək istəyir. O yaxşı bilir ki, mən sadəcə bir dərviş deyil,